Salam, əziz abituriyentlər və informatika öğrenciləri. Bugün sizinlə Kolera yeni nəşr 11.4 57-ci suala baxırıq. Bu deməli yeni tip dövr suallarındandır. Burada bu misalda deməli deyir ki, nəticədə 222 almışdır. S üstəgələk n-in qiyməti 222 almışdır. Deməli biz burada nə iş görəcəyik? Deməli dövr sayını tapmalıyıq. Bir də əvəz etməklə yerinə qoyub həll etməliyik. S-in ilkin qiyməti verilib. Biz burada n-in ilkin qiymətini axtarırıq. Deməli, ilk öncə, deməli bizim əlimizdə olan nədir? S üstəgələk n bərabərdir 222-dir. Gəlin birinci S-i tapaq. S-i tapaq. S bərabərdir 97 üstəgələk 3D. Bu D yazdığım dövr sayını göstərir. Dövr sayını göstərmək üçün yazıram D-ni. Yəni mən bilmirəm 97-nin üstünə neçə dəfə 3 gəlinib. Neçə dəfə 3 gəlinib ki və n ilə toplanılıb, sonda 222 alınıb. Ona görə bunu belə yazıram. Deməli, n-i də yazırıq ki, n bilmirik nə qədərdir, amma bilirik ki, bir neçə dəfə dövr. Deməli, ondan da 2 çıxılıb. Sonra bunların tapmaq üçün bu ikisinin cəmi, yəni 97 üstəgələk 3-dir, üzərinə gələk n çıx 2-dir. Bu bərabər olub 222-yə sonda. Və biz bunu tənlik kimi həll eləyəndə bizim əlimizdə nə qalır? Deməli, D üstəgələk n, 3D-dən 2D-ni çıxdım, qaldı D, dövr sayını tapırıq. Üstəgələk n, bu da 223-dən 97-də çıxanda, deməli, qalacaq, deməli, 125, qalır 125. Və bizdə gəlib bu dövrümüzə baxanda n böyüdür s görürük. Bizim dövrümüzdən çıxma halımız hansı halıdır? Yəni dövrdən artıq o dövr bitəcək, bu 222 alınacaq. O nə zaman baş verir? N deməli kiçik bərabər olanda S-dən bu artıq dövrdən çıxma halıdır. İndi gəlin buradan yanaşaq, bu n-i tapmağa çalışaq buradan. Buradan da belə yazırıq. Deməli yazırıq ki, deməli 97 üzərinə gələk 3D, deməli böyük bərabərdir n çıxaq 2D. Yəni elə bir bunu bu tərəfdə yazın, bunu bu tərəfdə yazın, eyni şeydir. Deməli, bizim də burada əlimizdə nə qalır? Olur, deməli 5D böyük bərabərdir n çıxaq 97. Əlimizdə olanı yazdıq. Deməli, mən indi bu n-in qiymətini gətirib yerinə qoyacam. N-in qiymətini yerinə qoyacam dövr sayımı tapmaq üçün, bu D-ni tapmaq üçün, dövr sayını tapmaq üçün n-in qiymətini yerinə qoyacam. Bax, biz də n-i buradan tapa bilərik də. Bizim n-imiz burada nəyə bərabərdir? N bərabərdir 125 çıxaq D-yə bərabərdir də bizim n-imiz. Gətirirəm n-in qiymətini burada yerinə qoyuram. Deməli, 5-dir, böyük bərabərdir. N-in qiymətini yazıram. 125 çıxaq. Deməli, D, buradakı D, yenə dediyim kimi dövr sayıdır. Bu da çıx 97. Bu n-in yerinə yazılmış qiymətdir. Deməli, buradan da bərabərsizliyimizi həll eləyəndə görürük ki, deməli, olur 6D böyük bərabərdir. Deməli, 125-dən də 97 çıxanda qalır 28. Deməli, dövr böyük bərabər olur 4 tam, hər nə qədərsə, tam neçə? 4 tam %25 tam bölünmür də. Deməli, bu 4-dən böyüyünü götürəcək. Deməli, 4-dən böyüyünü götürəcək. Deməli, dövr sayımız bizim oldu 5. Dövr sayımızı tapdıq. Yəni, 4 tam %25-də nədir? 28 6-ya böləndə.
Deməli, dövr sayımızı biz 5 olaraq götürəcəyik. Dövr sayımızı tapandan sonra indi bizim işimiz rahatlaşdı. Bizə də eni tapmaq lazımdır da. En də nəyə bərabərdir? 125 çıxaq D-ya. Buradakı D dövr sayıdır da. Bu da 125-də 5 çıxanda cavabda qalır 120. Deməli, enimizin qiyməti olacaqdır 120.